Bakı Ürək Günləri. Paytaxtda təşkil olunan növbəti beynəlxalq konqres məhz belə adlanır. Tədbirin əhəmiyyəti Prezident İlham Əliyevin iştirakçılara müraciət məktubunda da öz əksini tapıb. Məktubu Prezident Administrasiyasının şöbə müdürü Fərəh Əliyev oxudu. Məktubda təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün ölkəmizdə lazımi şəraitin yaradıldığına diqqət çəkilib. Elə konqresin əsas məqsədi də dünya təcrübəsini Azərbaycana gətirmək, beynəlxalq mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparmaq, tibb elminin bu sahəsindəki son yenilikləri işıqlandırmaqdır. Uzun illərdir ki, mən ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edirəm. Bu dəfə də Bakıda keçirilən konqresdə olmaq mənim üçün və professorlar üçün dəyərli bir təcrübədir. Belə platformalar bizə biliklərimizi genişləndirmək, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparmaq və bu sahənin son elmi yenilikləri ilə tanış olmaq imkanı yaradır. Mən ABŞ-də kardioloqam. Əsasən ürək köçürülməsi əməliyyatı ilə məşğulam. Artıq demək olar ki, bütün işlərim robot texnologiyalarla həyata keçirilir. Robotların köməyi ilə ürək əməliyyatları, əsasən mitral qapaq təmizlənməsi icra edirəm. Yəni, tibb elmində ən son texnologiyalarla çalışıram. Bugün də çıxışımda bu barədə danışacağam. 2009-cu ildən bəri hər 2 ildən bir keçirilən tədbirdə dünyanın aparıcı ürək-damar cərrahları, kardioloqlar və mütəxəssislər iştirak edirlər və onlar ürək əməliyyatlarında istifadə etdikləri ən son metodları bölüşürlər. Konqres öz işini sabah yekunlaşdıracaq. Leyla Cavad, Çingiz Qəniyev, ASTV Xəbər.